Hamınıza salam dostlar. Bugün gördüyünüz kimi uçaq, bir dənə maşın modu var. Bu ikisini müqayisə edirəm. Neysə keçək. Burada maşın McLaren'dır. Yeganə bir söz danışıram. Renk seçeneği zad da var. Görkəmləri zadı yaxşıdır. Dostlar, maşının motor səsi də var. İndi keçək sürüş testinə. Dostlar, maşın həmənki maşın modlar kimi yenə sürətli gedir. Yenə yaxşı drift atmaq olur. Belə drift atmaq yaxşıdır, belə maraqlıdır. Maşının tüstü boğanı zadı, detayları, tampon zadı yenə çox yaxşıdır. Qəşəng eləyibdilər modu. Mən də maşının dalını araşdırıram, keçirim qabağa. Burada farasının zadı balaca olubdu biraz. Onsuz da normalda da elədir. Burada logo eləməyə çalışıbdılar, olmayıb. Uçağımız var. Uçaqdakı belə normal yekə uçaqda həmənki kimi uçaq. Bu nədən motor? Valla oyunda da başımı hər yerə soxuram. İçi qəşəng olubdu. İçi yenə yaxşıdır. Punovkalar zadı var. Amma içinə minmək sadəcə qabaq sürücü qoltuğuna minmək olur da. Yəni o birisi qoltuqları minmək olmur. Niyə mən də bilmirəm, amma içi həqiqətən yaxşı olub ha. Mən bunu sürməyə öyrənəm. Siz də videoya like atın. Dostlar, axır ki uçurtmaq öyrəndim. Beləsinə kameranı yuxarı tutanda uçaq qalxıcıya, aşağı endirəndə də yerə düşür. Aha, içərdən də sürmək qəşəngdir. Belə sağa sola dönür. Çox yerlənir. Çıxarır. Dostlar, uçağın içi yoxdur, amma hər şey yaxşı olduğu üçün 10 üstündən 8 verirəm. Dostlar, burada pilləkən də açılır çıxmaq üçün. Prosta çıxmaq olmur da, sadəcə bu animasyondur. Animasyonu var, amma içi yoxdur, nə də ki pilləkəni yoxdur. Dostlar, uçaq moduna 10 üstündən 8 verirəm. Maşın moduna da ki 10 üstündən 9. Dostlar, belə mod videoların daha çox gəlməyi üçün videoya like atıb abunə olmağı unutmayın. Sağ olun. Ay, dəsə düşür yerə.